Salam, bugün sizlərə sa əvəzliklərinin cümlədə istifadə qaydasına baxacağıq. Yəni, bunların arasındakı fərq nədir? Onlara baxacağıq. Deməli, sa əvəzliyi işarə əvəzliyidir. Yəni, ABX ilə yazılan əvəzlik işarə əvəzliyidir. Bu tərcüməsinə gəlir və bu əvəzlikdən sonra mütləq şəkildə feil işlənməlidir. Yəni, bu əvəzlik əşyanı və ya şəxsi işarət etmək üçün, göstərmək üçün istifadə olunur. Digər əvəzlik isə onun tərcüməsinə gəlir. Mənsubiyyət əvəzliyidir. Yəni, ümumiyyətlə Azərbaycan dilində qrammatik cəhətdən ayrıca mənsubiyyət əvəzliyi kateqoriyası yoxdur. Ancaq biz bu funksiyanı deməli, şəxs əvəzliklərinin yiyəlik hal formalarının yerinə yetirərək istifadə edirik. Yəni, sa əvəzliyi onun deməkdir. Yəni, əşyanın hansı şəxsə aid olduğunu bildirmək üçün istifadə olunur. Yəni, cümlədə yerlərinə baxaq. İlavi sa meyəx. Burada artıq meyəx işlətmişik, isimdir. İlavi sa meyəx, yəni ananın ona aid olduğunu göstərmək üçün, yəni o öz anasını, o anasını gördü. Bu zaman sa əvəzindən istifadə edirik. J'adore sa voiture. Yəni, həmçinin voiture isimdir. İlk öncə ona baxırıq. Əgər, deməli, test işlədiyimiz zaman, əgər cümləni tərcümə edə bilmiriksə və nöqtələrin yerinə hansı sa işlənməlidirsə, onu bilmək üçün dərhal ondan sonra gələn sözə baxırıq. Deməli, isimdirsə sa, əgər feildirsə, digər sa işarə əvəzliyindən istifadə olunur. J'adore sa voiture, voiture isimdir. Mən onun maşınını sevirəm. Maşının ona aid olduğunu göstərmək üçün sa voiture şəklində istifadə edirik. J'espère que ça va bien. Artıq burada sa işarə əvəzliyindən sonra feil işlətmişik. Va ali feilinin təsriflənmiş formasıdır. J'espère que ça va bien. Ümid edirəm ki, yaxşılıqdır. Bu zaman sa işarə əvəzliyindən istifadə edirik. Comment ça marche? Bu necə gedir? Marche deməli feili, marche feilinin təsriflənmiş formasıdır. Comment ça marche? Bu zaman sa əvəzindən istifadə edirik. Il cherche sa clé. Clé artıq isimdir. Il cherche sa clé, yəni açarını, yəni öz açarını axtarır o. Bu zaman sa əvəzliyindən istifadə edirik. Ümid edirəm ki, hər iki əvəzliyin fərqini aydın şəkildə izah edə bildim. Bugünkü dərsimiz bu qədər. Növbəti dərsdə görüşənədək